Mübarək Şaban ayında insan bax belə bir dua edər. Dualardan biridir. Gözəl bir duadır. İnsan öz kiçikliyini, insan öz acizliyini Allah qarşısında etiraf eləyər. İnsan Allaha həmd edib kifayətlənə bilməz. Yəni layiqincə həmd edə bilməz, şükr edə bilməz ona. Dualarda belə keçir. Fəkeyfə li bi təhsili şükr və şükri iyyəkə yəftəqiru ilə şükr. Fəkulləmə qultu ləkəl həmd vəcəbə li zəlikə ən əqulə ləkəl həmd. Çox dəhşətli bir duadır. Deyir, ilahi, mən şükrü necə yerinə yetirim? Sənə etdiyim şükrün özü də yenidən bir şükrə möhtacdır. Hər dəfə həmd sənədir deyəndə ki, həmd Allaha məxsusdur. Buna görə yenə həmd Allaha məxsusdur deməyim vacib olur. Yəni demək istəyir ki, əvvəla insan şükrü layiqincə yerinə yetirməz. İkincisi də, əgər o layiq olmayan, o kifayət etməyən şükrlə ki, Allaha şükür edirik, deyir, bax, o şükür etməyim var ha, bax, o şükür etməyimin özünə də şükür et ki, Allah icazə verdi ki, sənə ona şükür edəsən, ona təşəkkür edəsən. Bax, bu duanı oxuyaq Şaban ayında. Deyək ki, ilahi, sənin bu aylar var, mübarək Ramazan ayın gələcək. O aylara şükürlər olsun ki, bunu bizə nəsib eləmirsən və sənə şükür olsun ki, bu şükrü deməyi bizə icazə vermirsən.